Gürcüstan Baş naziri Nazirlər Kabinetinin üzvləri ilə birlikdə Mərkəzi Asiya ölkələrinin səfərini çərçivəsində öz səfərini Türkmənistanda davam etdirir. Ticarət əlaqələrinin dərinləşməsi, enerji, nəqliyyat sektorlarında əməkdaşlıq, Mərkəzi Asiya ölkələrinin potensialının maksimum dərəcədə artırılması, Gürcüstan nümayəndə heyətinin müzakirə edəcəyi əsas məsələlər bunlardır. İrakli Kobaxidze artıq Türkmənistan prezidenti ev sahibliyi edib və bundan əlavə iki ölkənin Nazirlər Kabinetinin üzvləri arasında geniş və təkbətək görüşlər planlaşdırılır. Bundan sonra tərəflər müxtəlif istiqamətlərdə sazişlər imzalayacaqlar. Bicin İvanişviliyə məxsus kriptovalyutanın mənimsənilməsi ilə bağlı məhkəmə prosesi son mərhələdədir. İşin mahiyyəti üzrə məhkəmə iclası başa çatıb. Prokuror bugün yekun sözünü deyib və o da məlum olub ki, prokurorluq müvafiq şöbəsi artıq qırmızı sirkulyarla Görgü Bakı Yaşilinin axtarışı üçün Interpola müraciət edib. Qeyd olunan iş üzrə müştərək investisiya fondunun keçmiş rəhbəri barəsində çıxarılan girovluq dünən həbs cəzası ilə əvəz edilib. Görgü Bakı Yaşiliyə qarşı irəli sürülən ittihamlar 2017-ci ildə törədilən əməllə bağlıdır. Xüsusilə prokurorluğun məlumatına görə Bakı Yaşili sərmayədən tam mənfəət müqabilində investora cəmi 536,900.000 ABŞ dolları köçürüb və investora məxsus qalan 8.986 bitcoini mənimsəyib. Anonim məlumatına görə zaman dəyəri 43 milyon ABŞ dollarına qədər olub. Görgü Bakı Yaşili ana qədər irəli sürülən ittihamlar üzrə özünü təqsirli hesab etmir. Bu akt 9 ildən 12 ilə qədər həbs cəzasını nəzərdə tutur. Estoniyanın Gürcüstan vətəndaşlarına qarşı tətbiq etdiyi sanksiyalar hələ də bütün siyasi spektrdə müzakirə mövzusudur. İqtidar komanda hesab edir ki, Transparency International Georgia sanksiyaların hazırlanmasında iştirak edib və Estoniya tərəfindən sanksiya tətbiq edilən şəxslərin siyasını yayan da məhz bu təşkilatdır. Üzvlərin əksəriyyəti Transparency International Georgia'nın dərin dövlət agentliyi adlandırır. Müxalifət bir hissəsi ortalıqlarda bağlı son qərarı özləri verdikləri iddia edərək qeyri-hökumət təşkilatlarının məlumat verməsini təbii adlandırıb. Problem görmürlər. Məlum olduğu kimi bir neçə gün əvvəl Litva, Latviya və Estoniya sanksiya tətbiq edilən ölkələrin siyasını genişləndirib. Gürcüstan rəsmilərinin, o cümlədən deputatların, ədliyyə orqanlarının və Altinfonun nümayəndələrinin ölkəyə girişi qadağan edilib. Baş Prokurorluq Ədalətli Seçkilər Təşkilatından 2024-cü il parlament seçkilərinin paralel hesablanmasının nəticələrini gözləyir. Təşkilat artıq 5-ci aydır ki, sənədləri yaymaqdan imtina edir. Baxmayaraq ki, dünən onun materialı prokurorluğa təqdim edəcəklərini bəyan ediblər. Ədalətli seçkilər bu məlumatı Facebook sosial şəbəkəsində bəyanatı vasitəsilə yayıb və qısa zamanda qurumun direktorunun statusu ilə çıxış edib. Müxalifət mümkün seçki saxtakarlığı işi üzrə istintaqa etibar etmir və iddia edir ki, prokurorluq işi Gürcü arzusunun maraqlarına uyğun şəkildə araşdırılacaq. İqtidar komanda isə iddia edir ki, ədalətli seçkilərin keçirilməsi suallar doğurur. Çünki qurum hələlik məlumatı prokurorluğa göndərməyib. Əksər üzvlərin fikrincə, göndəriləcək seçkilərlə bağlı bütün şübhələr aradan qalxacaq. Müxalifətin böyük bir hissəsi 2025-ci ildə keçiriləcək yerli hakimiyyət seçkilərində iştirak etmək niyyətində deyil. Hazırki məlumata görə qarşıdan gələn seçkilərdə müxalifətdən yalnız Qirki partiyası iştirak etməyi planlaşdırır. Gürcü arzusu əksər müxalifət partiyalarının mövqeyini təxribat hesab edir. Konstitusiyaya görə yerli hakimiyyət orqanlarına seçkilər oktyabrın 4-də keçiriləcək. Mamuka Xazarəcənin maliyyələri aşmış 4 koalisiyanı birləşdirmək təşəbbüsü hələ də bütün siyasi spektrdə aktual mövzudur. Lelo liderinin çağırışı ilə Salam Özürabişvilin aparıcı rol oynayacaq alternativ siyasi mərkəz yaradılmalıdır. Bu təşəbbüs müxalifət arasında fikir ayrılığına səbəb olub. Mamuka Xazarəcənin iddiası ətrafında birləşə biləcəyi mələlik məlum deyil. Müxalifət bir hissəsi həll yolunu birlikdə görür, iqtidar partiyası təşəbbüsə şübhə ilə yanaşır. Belçika Gürcüstan hökumətini cins toplaşmaq hüququna və ifadə azadlığına hörmət etməyə çağırır. Bu barədə Belçika Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir. Bu həftə Gürcüstanda jurnalist Miziam Oğlobelinin məhkəməsi başlanıb, jurnalistlərə və din nümayişçilərə qarşı repressiv hərəkətlər dərindən narahatlıq doğurur və Gürcüstan Avropa və beynəlxalq öhdəliklərinə uyğun gəlmir. Belçika Gürcüstan hökumətini cins toplaşmaq və ifadə azadlığı hüquqlarına hörmət etməyə çağırır. Bəyanatda deyilir, mətbuat azadlığı olmadan demokratiya yoxdur, bəyanatda deyilir. Avropada yeni müdafiə mexanizmi üzərində razılaşır.
Avropa Şurasının növbədənkənar iclasında liderlər ayının müdafiə qabiliyyətini gücləndirmək üçün əhəmiyyətli maliyyə və institusional dəyişiklikləri nəzərdə tutan Avropa müdafiəsi ilə bağlı qərar qəbul ediblər. Sənəddə deyilir ki, Avropada daha suveren, öz müdafiəsi üçün daha məsuliyyətli olmalı, 360 dərəcə yanaşma ilə mövcud və gələcək çağırış və təhdidlərə müstəqil hərəkət etmək və öhdəsindən gəlmək üçün daha yaxşı təchiz olunmalıdır. Avropa Şurasının fikrincə, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi və onun dəyişən mühitdə Avropa və qlobal təhlükəsizlik üçün nəticələri Avropa İttifaqı üçün eksistensial problem yaradır. Sənəddə qeyd edildiyi kimi, Şura Avropa Komissiyasının müdafiə büdcələrinin artırılması istiqamətində fəaliyyətini aktivləşdirməyə və yeni təkliflər təqdim etməyə çağırır. O cümlədən, Avropa Komissiyası üzv ölkələrə 150 milyard avro qədər kredit ayrılması təklifini açıqlayıb ki, bu da ay büdcəsindən təmin ediləcək. Şura yekunlaşdıqdan sonra Ukrayna ilə bağlı da bir nəticə dərc edilib. Sənəddə əsasən ayı Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini daxilində müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qəti və sarsılmaz şəkildə dəstəkləyir. Avropa Şurası danışıqları ilə əlaqədar əsas prinsip müəyyən edilib. Ukrayna Ukraynasız üzrə danışıqlar apara bilməz. Sənəddə deyilir və həmçinin qeyd olunur ki, Avropanın iştirakı olmadan Avropa təhlükəsizliyinə təsir edən heç bir danışıqlar ola bilməz. Maliyyə dəstəyi baxımından ayının 2025-ci ildə Ukraynaya 30 milyard avrodan çox vəsait ayıracaq ki, bunun da 12,5 milyard avrosu Ukrayna fondundan, 18 milyard avrosu isə Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına maliyyələşəcək, böyük yedilliyin təşəbbüsündən gələcək. Halbuki Macarıstanın baş naziri Viktor Orban yekun nəticəsini dəstəkləməyib. Almaniya kansleri Brüsseldə Ukrayna bağlı keçirilən xüsusi sammitdən sonra Avropanın ya hərbi sənayələrini birləşdirməyə çağırıb. Bununla belə Olaf Scholz, ABŞ-la tərəfdaşlığın qorunub saxlanılmasının vacib olduğunu bildirib və əlavə edib ki, Ukraynaya yardımın davam etdirilməsi lazımdır. Fransa prezidentinin sözlərinə görə artıq bir neçə Avropa lideri Fransanın nüvə qarşısının alınmasının digər ölkələrə də şamil edilməsi təklifi ilə bağlı onunla əlaqə saxlayıb. Kremlin Fransa prezidentinin nüvə ritorikası ilə təhdid etməməyə çağırmasından və Napoleonun Rusiyanı fəth etmək cəhdi ilə paralel aparmasından sonra Emmanuel Macron Rusiyanı da tənqid edib. Fransa prezidentinin dediyinə görə, Ukrayna prezidenti və Avropalı tərəfdaşları Fransa prezidenti Emmanuel Macronun martın altından Fransanın Avropa qitəsindəki digər müttəfiqlərini qorumaq üçün öz nüvə çəkindirici vasitələrindən istifadə edib etməməsi ilə bağlı müzakirə açmaq təklifi ilə çıxış edir. Ukrayna prezidenti gələn bazar ertəsi Səudiyyə Ərəbistanında Vəliəhd Şahzadə ilə görüşəcək. Bundan sonra Ukrayna nümayəndə heyəti Amerikalı tərəfdaşlarla işləmək üçün Səudiyyə Ərəbistanında qalacaq. Bu sözləri Vladimir Zelenski deyib. Müharibə mümkün qədər tez başa çatmalıdır və Ukrayna sülhü üçün ABŞ və Avropadakı tərəfdaşlarımızla yorulmadan işləməyə hazırdır. ABŞ prezidentinə dediyimiz kimi, Ukrayna sürətli və etibarlı sülhü üçün konstruktiv işləyir və işləməkdə davam edir. Zelenski sosial mediada yazıb. Bu arada ABŞ prezidenti Donald Trump'ın yaxın şərq üzrə nümayəndəsi Steve Witkoff sülh çərçivəsində müzakirə etmək üçün Səudiyyə Ərəbistanında Ukrayna nümayəndə heyəti ilə görüş təklif etməyə çalışdığını bildirib. ABŞ News'un mənbələrinə istinadən verdiyi məlumata görə, prezident administrasiyasının rəhbəri Andrey Yermak Ukrayna tərəfdən Riyada səfər edəcək. İclasda Ukraynanın müdafiə və xarici işlər nazirləri də iştirak edə bilər. Nəşrin məlumatına görə, mənbə görüşün sülh danışıqlarına aid olacağını təsdiqləsə də, hər hansı sazişin imzalanmayacağı məlum deyil. Son günlər Rusiya-Ukrayna müharibəsinin həllində mühüm irəliləyiş əldə olunub. Donald Trump bu barədə Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib və Ukraynada müharibənin dayandırılmasına yönəlmiş danışıqlarla bağlı fikirlərini jurnalistlərlə bölüşüb. Trump qeyd edib ki, ABŞ müdafiət kifayət qədər vəsait ayırmayan NATO müttəfiqləri ilə döyüşməyəcək. ABŞ prezidenti bildirib ki, əgər Amerika problemini üzləşsə, NATO müttəfiqləri ABŞ-ın müdafiə etməyə hazır olmayacaqlar. Trump'ın dediyinə görə o NATO'dan çıxma fikrində deyil.